Yeni bir gündən hər kəsə salam. Qızlar, günü açdıq. Başladım işlərimə. Bir dənə dünən tort gəldi. Onu çaldım, qoydum. Ürək günorta yeməyinə bir şey qalmayıb. Oğlum getdi, çörək aldı, gətirdi. Görüm nə hazırlayıram, kim nə istəyir, kim nə yeyir. Əslində bozartmadan var, sousdan hazırlamışdım. Amma ki, xoşlamırlar onu. Burada un olub, gərək buranı silim, təmizləyim. Sonra biskviti qoydum, təzə qoymuşam. Bu dilini də qurdum 40 dəqiqəyə, 36 dəqiqəsi qalıb. Yoxsa belə yadımdan çıxır. Bunlar da un olub da. Bu pişsin. Mən də gətirim salat hazırlayım. Görüm uşaqlar nə istəyir, nə yeyir. Bu da hələ ki buradadır. Bunu da çıxardıb qoymuşam ki, gözümün önündə olsun. Yeməkdən sonra içim düzdür, iştahımı artırır, amma enerjimi də artırır. Elə burada mənim bu yağlı kağızlarım. Bundan da az qalıb, gərək bundan da alım. Çəmbərlərim. İndi hal-hazırda 4 gün çəmbərdə hazırlayıram deyə hələ ki bunları çıxartmamışam. Tortumuz 4 gün tortdur. Yaş tortudur. Əslində yumru tortlar daha gözəl olur. 4 gün tort heç sevmirəm. Görünüşü də yaxşı olmur, amma xanım 4 gün istədi deyə elə hazırlayıram. Bunlar da qutarıb, görün pasyolkaya getsəm. Əslində getməliyəm. Buraları da silim. İstər-istəməz tökülübdür, istotsat. Bunlardan alım, doldurum. Oğlumun tədbiri var idi. Məktəbdə idik, tədbir qutardı. Keçdim ki, pasyolkadan tort ləvazimatlarından lazım olanları götürüm. O da dən şəkil çıxartdırdım. Digərləri xoşuma gələn olmadı. Gəldim azadlığa. Gəlmişkən bura Şama da baxım. Cicili-miciliyə. Görüm mən istəyən şamlardan gəlibdimi. Sədərəyə getmirəm. Əslində Sədərəyə getsəm. Orada yerini bilirəm. 3-cü sıranın axırında qəşəng tort ləvazimatları var. Orada hamısını tapmaq olur. Burada da hər dəqiqə olmur. Gərək hər səfərində gəlib yoxlayam. Belə qara ədviyyat qablar gətiriblər. Qəşəkdir. Özü də 3 şüşə idi. Yəni plastikdə deyildi. 3 boyu olsa 3 boy belə qoymaq olar. Yekələrdən də 3 dənə qoyub dəzgah üstü düzəltmək olar. Belə bir şey var idi qızlar. Baxdım düzü, amma bilmədim bu nə üçündür. Nəyinsə qulpu idimi, yoxsa nə? Xiyar mövsümü gəlib deyə xiyar soyanlar ortaya çıxıblar. Bankaların ağları da var idi. Amma bilmədim, ağları yadımdan çıxıbdı. Şüşə idi, ya plastik idi. Elə vaxt olur, bunlar plastik olurlar. Plastik yaxşı olmur. Sonra belə qaşıqlar var idi. Birinci səfər idi, bunu da görürdüm. Nəsə qoyub, bir tərəfindən də suyunu süzməyə qaşığı idi. Onlar da rəngarəng idi. Sonra dırnaqlar var, makyaj üçün süngərlər var idi. Burada bankalar var, yenə dəzgah üstü düzəltmək üçün, ya içərisinə ərzaqlar qoymaq üçün. Yeni kasalar gətiriblər, şüşə. Çox gözəl görünürdü. Bunlar da sadəcə adam alsın, neynəsin, amma hər səfərində baxanda mənə də xoş gəlir. Bu qab çox gözəl idi. İçərisinə bilmirəm nə qoymaq olar, amma görünüşü belə super görünürdü. Onun digər formada, digər ölçüdə deyim də, belə qabları da var idi. Hətta digər mağazada bunun daha böyüklərini gördüm. Orta üçündə belə servis qabı olaraq. Mağazada musiqi var idi deyə altdan gələn səsi kəsdim. Təlif gəlməsin deyə uşaqlar üçün belə bloknotlar gətiriblər. Əsasən də balaca uşaqlar üçün. Bloknot üzlükləri gətiriblər. Belə cürbəcür şamlar gətiriblər 1 manata. Bir vaxt deyirəm, bu şamlar necə baha idi. Bəlkə yenə də özü satanlar baha satar. Qoxuları da var idi. Bu mavi qızlar, bu inci şamı vəbşə xoşuma gəldi. Amma elə də marağım yoxdur. Görünüşü amma belə çox gözəl idi. Çox yəqin ki, bunu əl işi kimi satanlar 5 manatdan aşağı satmaz. Yenə qəliblər var, şokolad qəlibləri. O əlimə bir şey götürdüm, bilmədim. O da nədir, yerinə qoydum. Sonra sürtkəclər gətiriblər, cürbəcür ölçülərdə, formalarda. Piknik üçün qızlar 50 dənəsi 1 manata belə stəkanlar var idi. Əsl piknik vaxtıdır. Düzdür, havalar hələ düzəlməyibdi.
Hal-hazırda baxıram bayıra, külək əsir, hava da çox tutqundur, sanki saat 7-8'miş kimi. Amma hələ günortadır. Belə bir şeylər var idi qızlar, bilmədim bu da nədir. Baxdım belə o üzünə, bu üzünə, amma bilmədim. Yəqin ki, aranızda bilənlər olar, yazsa sevinərəm. 4 dənə idi, qulpa oxşadı, oxşamadı da. Sonra belə qapaqlar üçün tutacaqlar var idi. Burada da belə qab pampersləri var. Qızlar, mən aldığım dəzgaha rəng keçirdibdi, biraz saraldıb. Bir-iki dəfə xlorla təmizlədim. Hələ ki, yenə sarı qalır. Bilmirəm o necə olacaq. Belə diqqətlə baxanda görünür ki, onun altı biraz daha sarıdır. Burada da disk pambıqlar var idi. Baxdım, əvvəl aldığımın içərisində 80 dənə idi. Gördüm 60 dənədir, götürmədim. Burada da yenə xaladenik içləri gətiriblər. Cürbəcür qablar var. Aşağıda qazan ağzına, daha doğrusu qab ağzına keçirtmək üçün, soyuducu üçün salafanlar var idi. Belə vinillərdən gətiriblər. Baxdım üzərinə ki, neçə metr olduğunu görürüm, amma görmədim. Şkaf içərisi üçün. Mən də mətbəx şkaflarının içərisini onunla üzdəmişəm. Belə deyim də, içərisinə sərmişəm. Özündən yapışqanı var. Çox qəşəngdir. Yəni şkaflar, həm onu silmək asan da olur, həm də ki, şkafın içərisi ləkələnmir. Bir də görürsünüz, nəsə izzat düşür. Ləkəsi qalır, getmir. Belə bir stəkan var idi. Bu da kalçukuydu. 1 manata şüşəyə oxşuyur, amma belə baxanda görürsən ki, kalçukdur. Belə qablar var idi. Səyahət qabı deyirlər də, əsasən ona nəsə belə bir şeylər. Buraları gəzdim. Şam yox idi. Şama baxdım. Şam yox idi. Pipetkalar var. Ad günlərində ya pikniklərə gedəndə istifadə eləmək üçün, əsasən ad günlərində istifadə edirlər. Sonra belə kəpənəklər var idi. Bilmədim bunlar fosfordur, yoxsa adi kəpənəklərdir. Göstəriblər otaq bəzəmək üçün uşaq otaqlarını. Rəngarəng idilər, amma bir rəng olsa daha yaxşı olardı. Yuxarıda da ölçü qaşıqları var. Yenə bloknotlar var. Prenseslərin divarlara vurmaq üçün 2D şəkilləri var. Əl kaykayı var. Bunu da birinci səfər idi görürəm. Xaricilər oynadır, əllərindən sürürlər o üzə bu üzə. Elə bir şey idi. Belə qablar var idi. Yenə uşaqlar üçün dəmir idi. Belə bloknot var idi. Yoxsa rəsm dəftəri mi deyim. Maraqlı bir şey idi bu da. Açanda kəpənək kimi olur. Belə də yarım qarpız şəklində. Qızlar, bu videonu bir neçə gündür çəkmişəm. Burada da belə ruçka başları var idi. Amma keçən səfər bir günümü belə çəkdim deyə başdan ayağa bunu yerləşdirməmişdim. Bu bir neçə gün bundan öncənin videosudur. 4-cü gün çəkmişdim deyəsən bunu. İndi də bazar günüdür. Burada da yenə bloknotlar var, cürbəcür uşaq üçün gətiriblər. Baxın, belə nazik, uzun formada. Maraqlıdır görünüşləri. Uşaqlara da maraqlı gələr. Hardasa 4-cü, 5-ci siniflər üçün daha maraqlı olar. Burada da ümumi çəkdim. Mağaza biraz boşaldı. Ümumi çəkdim. Qızlar, sizə nə göstərim? Burada da qaşıqlıq var. Bunu özüm də birinci səfər idi görürdüm. Baxın, burada ədviyyat qablarının üzərinə yapışdırıb üzərini yazmaq üçün kağızlardan var. Əvvəl bunu zakaz edib çıxartdırılırdı. Amma indi gətiriblər. Hər şeyin çıxardıblar. Hər şeyin asan yolu var. Yəni bundan ötürü əziyyət çəkməyə ehtiyac yoxdur. Luboy qabı, hər hansısa bir qabı alıb o kağızlardan üstünə yapışdırıb adını yazmaq olar. Oradan çıxdım, keçdim Şakamakıya. Buranı da gəldim stəkan bölməsinə. Bilirsiniz də, hər dəfə gəlib baxıram ki, görüm burada maraqlı nəsə çaşka varmı? Bu xoşuma gəldi. Bir də onun arxasında biri var idi. Yaxşı görünürdü, amma mənim qara çaşkamdan yaxşı deyildi. Almadım. Bir də ki, sizə nə deyim, gərək sabah gedim. Götürüm, Şakamakıya gedim sabah. Bir dənə krujka götürüm. Dünən oğlumun stəkanını qırmışam. Əlimdən tutdum, belə çəkdim. Qab yüyənin divarına dəydi. Ağzından belə bir neçə parça
parça qopdu, töküldü. Baxın qızlar, o digər tərəfdə göstərdiyim qabın böyüyü. Orta qabıdır da, belə ortaya yemək qoymaq üçün. Gərək gedim götürüm. İndi sabah yenə mənə bu şakamakanın yolu göründü. Həm tort ləvazimatlarına gedəsiyəm. Gedim oradan şanti alım, şantim qutarıb. Həm də ki, şakamakaya gedim. Oğluma görüm bir dənə qəşəng fincan ala bilirəmmi? Deyir, mama elə sən həmişə mənim fincanlarımı qırırsan. Düz deyir, həmişə yuyən, təmizləyən mən olduğuma görə mən qırıram. Nəsə o tərəf, bu tərəf. Bu da deyəsən pivə fincanı idi xanımlar. Uzun, qalın belə bakal idi. Bir dənə buradan şey götürdüm. Pambıq, disk. Baxın qızlar, mən üzdədiyim o qablarımı, onlardan da cürbəcürləri var. Bu sarı yaxşı deyil, amma bundan sonra çıxardacam. Onun rəngi çox süper idi. Baxın, bu qara çox gözəldir. Digəri də çox qəşəkdir. Bunların metrəsi neçə metrədir bilmirəm, amma belə zibil qabını mən alıb bundan örtmüşdüm. Üzərinin yapışqanı cırılmışdı. Çox gözəl, təzə göründü. Hətta yoldaşım dedi, təzəm aldım bunu. Yəni, o dərəcədə dəyişmişdi. Sizdə də üzəri köhnələnmələrsə var, varsa alıb üzərindən yapışdıra bilərsiniz. Qızlar, belə bir şey var idi. O taxtanın üzərinə mi qoymaq üçün, kənarına mı qoymaq üçün başa düşmədim nə idi. Üzərində elə göstərilmişdi. Doğrama taxtasının yanına mı qoymuşdular, üstünə mi? Belə bir şeylər idi. Çox yəqin ki, yenə onu bilən xanımlar olacaq. Burada da plastik qaşıqlar, uşaqlar üçün qaşıqlar, belə ölçü qabları var idi. Daha doğrusu qaşıqlar var idi balaca. Burada da cürbəcür bıçaqlar var, amma qızlar yüngül, nazikdir bıçaqlar. Yəni 1 manata başqa necə ola bilər ki? Yəni belə də deyirəm. 1 manatlıq bıçaqlar var idi. Burada da vannalar, gül qabları var. Gülümün birini dəyişdirəsiyəm mən də. Baxdım ki, ona götürüm. Sonra dedim, evdə var da soluxan güllərim olubdu. Onların qabları var. Alıb istifadə eləmədiklərim var. Sonra belə qəşəng böyük qab var idi. Bunun böyüklüyü çox yaxşı idi. Yəni, almaq olar bunu. Mən də içərisinə maçalka zad yığmışam. Sabun, artıq zapazda olan sabunlar zadı yığmışam o qabın içərisinə. Burada da belə ədviyyat yox, ərzaq qabları var. Belə yüngülüydü biraz, amma yəni olmayan yerdən qoymaq olar. Belə pendir qabı, yağ qabı var idi. Nə dərəcədə işləy olar bilmirəm də. Burada da yenə kalçuk qablar var, ələklər var. Belə balaca ələk var idi. Sonra belə böyüyü var idi. Banka bağlayanda balonlar üçün ağzına qoyub, içərisinə ərzaqlar tökmək üçün belə bir qıpdır, yoxsa qıfdır. Ondan var idi. Kalçuk qablar var idi, cürbəcür. Sonra dəzgah üstü üçün belə qəşəng altılıqlar vardı. Çox gözəl idi qızlar bu. Həm qalın idi, həm də altı rezin fasonu idi. Sürüşməyəcək bir şey idi də. Cürbəcür də bəzəkləri var idi. Mənim dəzgahımın üzərinə getməz. Xoşlamıram, yəni dəzgahdan fərqli bir şey, rəng olanda. Ağ mərməri olsa götürərdim. Belə biraz da baxdım ki, yox, mənim dəzgahım rəngi yoxdur, götürmədim. Amma belə çox qəşəng idi. Belə taxta kimisi də var idi. Ondansa da altı rezin olub. Üstü necə idi o? Belə nə deyirlər türklər ona? Keçə kimi bir material var idi. Qəşəng idi. Dəzgaha da yəni istilik təsir eləməz. Belə qaşıqlıqlar var idi. Həm cürbəcür hər zamanki 1 manatlıq mağaza idi. Biraz da gəzdim. Burada da stol dəsmalları var, amma bunlar deyəsən yaxşı çəkənlərdən deyil. Keçən səfər bacım dedi ki, yoldaşım birini alıb, paçkası 3 manata. Çox gözəl su çəkir. Mənim dəsmallarıma baxdı, dedi, yox, bunlar yaxşı deyil, bunlar su çəkən deyil. Onunla gəzəndə baxdım, olmadı o dəsmaldan, olsa alacaqdım. Gəldim tort ləvazimatlarına. Bir bacıma söz vermişdim ki, dolğuları çəkəcəm. Baxın qızlar, ərik dolğusu var, plambir dolğusu var. Bu da dondurma dadızdırır da, belə deyim. Sonra belə fıstıq əzməsi var. Dolğu kimi gedir də. Çiyələk dolğusu var, malina dolğusu var. İnansız tortlara
Bundan vurub meyvəsini vurmayanda belə daha çox malina dadıyır. Nəinki malinanın özünü vuranda. Belə vişnə dolğusu var idi. Vişnə sevənlər üçün mən sevmirəm tortun tərkibində turş bir şey olanda. Amma sevənlər də çoxdur. Meyvəli tortlar sevirsinizsə bunlardan istifadə edə bilərsiniz. Yuxarıdakılar jeliləridir. Aşağıdakılar isə dolğudur. Üzərində də yazılmışdı dolğular. Baxın, bu tərəfdə də yenə ərikdir, banandır jelisi var. Sonra ağ jelidən var, şəffaf jeli. Sonra ağ jeli var, südlü jeli. Əsasən tortun üzərinə yazdığımız jeli. İçərisinə rəng qatanda çox gözəl rəng alınır. Gəldim evə. Pasilkada çıxartdırdığım şəkil budur. Axır vaxtlar fikir verirəm, şəkilləri niyəsə biraz solğun çıxardırlar. Bir də bunu çıxartdırdım. Nar sifarişdir uşaqlar üçün. 5 dənə salfetka götürdüm. Nə alsam 1 manatlıq mağazasından. Bunlar bizim deyil. İçərisində 72 dənədir. Ayaqqabıda sürməyə yaxşıdırlar. Bir dənə də bunu götürdüm. Yenə 1 manatlıq mağazada. İçərisində 80 dənədir. Disk pambıq. Bir dənə bu çubuqdan 1 manat idi. Bir dənə bu şamla, bir dənə də bu. Bunlar da yenə gül istəyib, gülü üçün almışam. Rayonda daha bahadır. Deyəsən bir dənəsi 3 manatdır, yana qədərdirsə. Burada 1.80 idi. Sədələkdə də 1 manata satılır. Bir dənə bu toplardan aldım. Bunun da paskası 3 manatdır. Azadlıqdan aldım bu arada. Bunları qiymətini də göstərim bir çox yerdə. 5 manat, 6 manatdır. 3 manatda bu. Bir də qatılaşdırılmış malako aldım. Keçən səfər soruşdum. Xırmanınki da dedilər. Daha bilmirəm odur ya başqa markadır. Götürdüm çünki pasilkadakı daha xoşuma gəlməyən marka olur. Orada ya xırmanınki olur ya Rasiyanınki olur. Amma pasilkada Ezonunki olur ya da Azər süddür yoxsa Azər sundu onunki olur. Onlar da heç yaxşı deyil. Bunları aldım gəldim. Bir də bir xanım məndən şeylərini çəkməyimi istəmişdi. Onları çəkdim biraz da. Elə başqa da bir çəkiliş eləmədim. Dolğuları, meyvə dolğularını. Yumurtanı da çıxardıb qırağa qoymuşam ki, otaq temperaturuna gəlsin. Tort üçün tort hazırlayacağım. Gəldim. Hələ yemək yeyilməyib. Yeməkləri üstə qoydum. İsinsinlər. Yemək verim uşaqlara. Akşama yemek hazırlayıram. Oğluna deyirəm akşama nə pişirin. Deyir ki makaron pişir ama buruqlardan olsun. Neçə vaxtı qalıb xoşlanırlar uşaqlar deyə neçə vaxtı açmışam, ağzından biraz işlətmişəm. Qalan qalıb üstünə də qiymə eləyirəm. Suya tökəcəm bu arada. Sarımsaq qatıq da hazırladım. Kim istəyər ketçupla yeyər, kim də istəyər sarımsaqlı qatıqlı yeyər, kim istəsə qiyməli ketçuplu yeyər. Əsas odur, mən hazırlayayım, görəklə yeyirlər. Yoldaşıma demişdim, mənə qaymaq sadasın deyir, qiymətlər qalxıb. Bir vaxt aldığım Kratos 5.80-ə indi olub 6.20 olub deyəsən dedim. O çikolata biz tərəfdə 7 manata verirlər onu. Heç ambiyantin qiymətinə baxmadım. O 7-dirsə ambiyantin neçəyə verirlər. Çünki ən bahalısı ambiyant idi, 7.40 idi, 50 idi. Ondan bahalısı da qara bir dənə krem var. O idi, adı yadımdan çıxıb. Ay süzmüşəm, başım qarışıb. Videoya sarımsağı da döyüb qoymuşam bura. Saat 18:25-dir. Ücə axşam yeməyi vaxtıdır. Gözləyirəm. İnci hazırlıqdan gəlsin, yoldaşım işdən gəlsin. Suya töküb qaynatmaq da 15 dəqiqə olur da. Ən sevdiyim stəkan. İnansız qara rəngdir. Nə çay ləkəsi qalır, nə başqa bir ləkə qalır. Super.
Məndən xanımlara məsləhət, stəkan almaq istəyirsinizsə, qara ya da belə göy stəkan alın. Heç nə bilindirmir, superdir. İndiki çaylar da bilirsiniz də ancaq kraskadır. Ona görə ən gözəl stəkan tünd stəkan. Yoldaşım işdən gəldi, unum azalmışdı. Dedim un al, Karmen mehriban olmayıb. Sarı sümbül olub, ondan götürüb. Uşaqlar üçün biraz meyvə götürüb, ciyələm, alça. Sonra banan götürmüşdü, künəfə istəmişdim, künəfə götürübdü, neçə vaxtdır yemirik, darıxmışdım. Bunun yanına bir dənə dondurma istəmişdim, Bakılı qız alıb yanına da. Banan götürüb, alma götürüb, keçən səfər bir xanım demişdi, alma ye, 2 cür belə alma götürüb ki, görək hansı yaxşıdır. Əslində qızlar xoşlayıram almanı, sadəcə hal-hazırda biraz adamın istədiyi kimi alma olmur da, hamısının içi xarlamış olur. Belə bugünkü alış-verişi bunlar olub. Bir də özüm üçün bir iki şey tapşırmışdım. Ağ qatılaşdırılmış süd istəmişdim, skuşonka istəmişdim. 1 kilo ondan alıbdı. Sonra pralin istəmişdim, şokolad sosu. Yarım kilo ondan alıb. Bunun da kilosu 4 manat 40 qəpikdir. Yarım kilosu 2 manat 20 qəpik. Muki istəmişdim, olmayıb. Pratos alıb. Pratosunda dediyim kimi qiyməti qalxıbdı. 6.20 olub. Bu 1-2 dənəsiyə xanımlar 21 manat 20 qəpik verib gəlib. Künəfəni hazırladım. Oğlumla yedik. O da xoşlayır. Getdi gəldi. Mama nə vaxt hazırlayırsan? Deyə məcbur elədi məni. Hazırlatdı. Bu da çox ləzzətli olur. Qısar tort sıvadım 6 yumurtadan. 21-in 28-i oldu deyəsən. En uzunu hələ çəkməmişəm. Belə ağ sıvadım. Kənarlarına qaşıqla belə dalğalar verdim. Nümunə tortda düzdür şey idi. Belə yumru kremlər idi, amma mən dalğalar verdim. Göy rəngi qarışdırdım. Kremim çatmadı. Yenidən biraz krem çaldım. Kənarlarının bəzəkləri üçün. Onu da bəlkə bu başlıqla qoyam. Baxın görün. Bundan da qoya bilərəm. Bu başlıqla qoyacağam. Fərqlilik olsun. Bundan da qoya bilərəm. Bu da qəşəng görünür. Solğun mavi üçün lacivənd rəngindən istifadə elədim. Biraz mavi qatdım. Biraz lacivənd. Bunu da ağzını bağlamamışam. Belə solğun mavilər üçün bu lacivənd rəngi qəşəngdir. Əlimdə oldu. Bir də qızlar söz vermişdim bunu göstərməyə. Baxın. Mirvari tozu üzərinə belə pörl yazılıb. Doktor Gustonundur. 4 qramlıq. Çox super parıldayır. Tortların üzərindəki əlma açsam indi bütün şey olacaq. Eyb yox, bir görüm aça bilirəm. Tortların üzərindəki bütün o parıltını bu verir. Baxın. Rəngi də belə gördüyünüz kimi gümüşü fasondu. Alanda iminlə fikir verin. Biraz az parıldayan da var. Amma bu vapşi dəhşətdir. Çox super parıldayır. Güllərin üzərində istifadə etdiyim budur. Tort hazırlamağı bir də şantin göstərim. Keçən səfər bir xanım soruşmuşdu ki, hansı şanti yaxşıdır. Baxın xanımlar, bu yaxşıdır. Bundan istifadə eləyirəm. Superdir. Yayda bunu da xaladenikə qoyuruq, biraz soyuq olsun deyə. Amma ki, qışda hal-hazırda mən də şkafda saxlayıram, amma buzlu su hazırlayıb elə şey edirəm. Su biraz artıq oldu, geri qaytardım. Az lazım idi mənə. Baxın, içərisinə buz atıram, soyudur suyu. O sudan hazırlayıram. Keçim indi tortun yığılmasına. Hansını seçmişdim? Yadımdan çıxdı bunu. Bundan başlayaq tortumuzu bəzəməyə. Tortun üzərində elə bir bəzəyi yox idi. Bir dənə əllə hazırlayasım. Uşağın adı idi. Onu yazdım. Şəkilləri yapışdırdım silikonla çubuqlara. İki tərəfinə bulut qoydum. Nümunə tortda belə idi. Üzərlərinə də mavi, ağ muncuqlar düzdüm. Tortumuzun son halı belə oldu. Belə bir 4 günc tortumuz alındı. Tortun kilosunu da qoymuşdum. 2 kilo
390 idi, 400 qram idi. Nəsə belə bir şey. Hələlik xanımlar, bugünlük məndən bu qədər olsun. İnşallah sevərək, bəyənərək izlədiniz. Bəyəndinizsə videonu bəyənməyi unutmayın. Rəylərdə də çiçəkdən, böcəkdən qoysa sevinərəm. Hələlik, sağ olun.